Euler-Venn diaqramının əsasına uyğunluğu müəyyən edin. Mars, Venera. Peyklər mövcuddur. Veneranın yox, Marsın 2P2 var. 1A. Daxil planetlərdir hər ikisi. Xarici planetlər heç biri. Öz ətraf fırlanma müddəti Günəş ətrafında fırlanma müddətindən daha çoxdur. Deməli 2D. Günəş uzaqlığı 4-cü planetdir. Bu da Mars. 1A, daha doğrusu Y. 1A, Y, 3B, 2D. Verilmiş sxemdə A nöqtəsi hansı coğrafi enilikdə yerləşə biləcəyini müəyyən edin. A nöqtəsi və indi biz bura baxaq. A nöqtəsinə uzaq 90 dərəcə düşür. Yəni zenitdir. İndi baxaq ki, hansı eniliklər zenit olur? Biz bilirik ki, Günəş 23,5 cənub eni dairəsi, 23,5 şimal eni dairəsi. Bu aralıqda zenitdə olur. Bu aralıqda. Buradan kənara heç bir məntəqədə zenitdə olmur. Bu aralıqda həm də 2 dəfə zenitdə olur. Bir dənə bu tropiklərdə 1 dəfə zenitdə olur. Yəni bu aralıqda yerləşənlər 40 şimal eni dairəsi, 11 cənub eni dairəsi, 2 şimal eni dairəsi, 20 şimal eni dairəsi, 32, 66. Səhvdir. Deməli oldu 2, 3, 4. 22 iyunda şimal yarımkürəsində 22 iyun deyən kimi mütləq yazırıq. Deməli 22 iyun Günəşin zenitdə olduğu məntəqə bərabərdir 23,5 şimal eni dairəsi. Şimal tropiki. Şimal yarımkürəsinin günorta vaxtı şaquli basdırmış dirəyin kölgəsinin uzunluğunun dirəyin öz uzunluğuna bərabər olan coğrafi enliyin dərəcə qiyməti. Kölgənin uzunluğu öz uzunluğuna bərabər. Kölgə bərabərdir uzunluq. Bu da bərabərdir Günəşin düşmə bucağı 45 dərəcə olanda. 45 dərəcə olanda, yəni Günəşin düşmə bucağı 45 dərəcə olanda və Günəşin zenitdə olan bu məntəqə olanda, deməli, daha doğrusu Günəşin düşmə bucağı 45 dərəcə olanda öz uzunluğuna bərabərdir. Gəlin düsturumuzu yazaq, yerinə qoyaq, hesablayaq. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi, bu baş hərflərdir, plus minus Günəşin zenitdə olduğu məntəqə. Günəşin düşmə bucağı 45 bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Şimal yarımkürəsində, şimal yarımkürəsi deyirsə yazılır. Şimal eni dairəsi. Günəşin zenitdə olduğu məntəqə 23,5 şimal eni dairəsi. İkisi də şimal olduğu üçün çıxırıq. Bərabər çıxma qoyuruq. Çünki ikisi də şimal yarımkürəsidir. Verilən məntəqənin coğrafi enliyi çıxılsın 23,5 şimal eni dairəsi bərabərdir 90-dan 45 çıxırıq 45. Verilən məntəqənin coğrafi enliyi bərabərdir 45 üstə gələk 23,5. Bu bərabərdir verilən məntəqənin coğrafi enliyi bərabərdir 68,5 şimal eni dairəsi. 68,5 şimal eni dairəsində 22 iyunda kölgənin uzunluğu öz uzunluğuna bərabərdir. Çünki 45 dərəcə bucaq altında düşəcək. Euler-Venn diaqramı əsasın uyğunluğu müəyyən edin. Euler-Venn diaqramında baxaq, hansı tarixlər verilir. Birinci 22 iyun Günəşin zenitdə olduğu məntəqə 23,5 şimal tropiki. Sonra 22 dekabr Günəşin zenitdə olduğu məntəqə 23,5 cənub eni dairəsi, cənub tropiki. 22 iyunda Günəş şimal yarımkürəsindədir, 22 dekabr cənub yarımkürəsində. Cənub qütb dairəsində qütb gündüzü müşahidə olunur. Cənubda haradadır? Günəş haradadırsa orada qütb gündüzü olur. Deməli, Günəşin zenitdə olduğu məntəqə 23,1 cənub eni 22 dekabrda göstərilir. Deməli, 2A. Cənub yarım qış fəsli başlayır.
Cənub yarımkürəsində. Günəş zenitdə olduğu məntəqə Cənub yarımkürəsi 22 dəqiqə. Burada qış ola bilməz. Deməli, Cənub yarımkürəsində qış fəsli başlayır 22 gündə. Günəş şimalda olanda. Şimal yarımkürəsində yay fəsli başlayır. Əlbəttə ki, C variantı günəş şimalda olanda. Ekvator günorta vaxtı günəş 66 uzaq düşür. 22 gün 22 dekabrda günəşə ekvatora, daha doğrusu günəş 66.5 dərəcə uzaqlığına düşür deyir. Günəş cənub tropu üzərindədir. Burada cavab var. Cavab E. 1 B C 3 D 2 A Y. Yerin xəyallı oxuna orbit müstəvisinin meyilli bucağının dəyişməsi. Biz bilirik ki, meyilli bucağı 66-dır. Bu da ona deyil, dəyişir. Tropik işıqlanma qurşağının şimal-cənub sərhədləri arasında ən qısa məsafə miqyas xəritədə 8 sm olarsa. Deməli, meyillik dəyişir. Və biz bilirik ki, işıqlanma qurşaqlarının sərhədləri tropiklərdir. Şimal-cənub sərhədləri. Bundan bura. Tropik işıqlanma qurşağı. Bunlar arasında məsafə 8 mil miqyas xəritədə 88,8 sm olarsa, biz bunu birinci miqyasa görə yazaq. Görə burada nə tələb, verilənlər yazaq. Sonra görə nə tələb olunur, nəyi tapaq. Sonra keçək ikinci hissəyə. 1 santimetrdə miqyasımız verir. 1 bölünsün 8 milyon. Bunun böyük 100 minə. Çünki 1 kilometr 100 min santimetrdir. 3, 5. Böyləcə 80 kilometr. Xəritədəki məsafə, həqiqi məsafə. Xəritə məsafəmiz də məlumdur. Xəritə məsafə bərabər 88,8. Yerinə qoyaq tapaq. 1 santimetrdə 80 kilometr. 88,8 santimetr həqiqi məsafə. Buradan həqiqi məsafə bərabərdir. 80 deməli vurulsun 88,8. Həqiqi məsafə də bərabərdir. 80 vurulsun 88,8. 7104 kilometr. Həqiqi məsafəni tapdıq. 7104. Tropiklər arasındakı məsafə 7104 kilometrdir. Bunu tapdıq. Buna görə ikinci hissədə nə deyir? Yay gündönüm Bakı şəhərinin günəş şüaları maksimum düşmən bucağını hesablayın. Düşmən bucağını hesablamaq üçün deməli, yay gündönümündə Bakı şəhərinə verilənlər yazaq. Bakı 40 şimal endarəsi. Yay gündönümüdür. Yəni günəş şimaldadır. Üstürümüzü yazaq. Günəşin düşmə bucağı bərabərdir. 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi. Deməli, yay gündönümü deyirsə, ikisi də şimaldadır. Şimal, deməli, günəşin zenitdə olduğu məntəqə şimal. İkisi də şimal uzun çıxırıq. Burada deməli, verilən məntəqə var, 40 şimal. Günəşin zenitdə olduğu məntəqəni tapmaq üçün biz tropiklərin hardan keçdiyini tapmalıyıq. Bunların dərəcəsini bilirik. Deməli, tropiklər arasındakı məsafə 7104. Bunu dərəcəyə çevir. Kilometr olanda mütləq dərəcə. Dərəcə olanda kilometrə, kilometrin dərəcəyə çevirmək. İndi dərəcəyə çevir. Burada olan meridian verilib. Meridianla gedirik. 1 dərəcə 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Həqiqi məsafəmizi qoyacaq. 1 dərəcə 111 kilometr. Gedilən dərəcə 7104. Buradan 111 vurulsun. Gedilən dərəcə bərabər 7104. Gedilən dərəcə bərabər 7104 bölünsün. 7104 bölünsün 111. 111 bərabərdir 64 dərəcə. Deməli, bunlar arasında 64 dərəcə fərq var. 64 dərəcə. Biz bilirik ki, ekvator keçir ortadan. Bunda olacaq şimalda 32, cənubda 32. Deməli, tropiklər nədən keçir? 32, şimal və yaxud da cənub endarəsi. Bunu tapdıq. Günəşin zenitdə olduğu məntəqəni tapdıq.
Gəlin düsturda yerində qoyaq, yazaq, hesablayaq. Deməli, günəşin zenitdə olduğu məntəqə bu oldu. İndi deməli, günəşin düşmə bucağı bərabər 90 çıxılsın. Verilən məntəqə Bakıdır. 40 şimal endarəsi çıxılsın 30. Günəşin zenitdə olduğu məntəqə şimal endarəsi bərabər 90 çıxılsın 8 də bərabərdir 82 dərəcə. 82 dərəcə bucağı altında düşəcək. Maksimum. Bakı günəş maksimum düşmə bucağını hesablayın. Sonra yer kürəsinin sxemində vəziyyətin əsasən hansı enliklərdə günəş şüanın düşmə bucağı 60 dərəcə böyük olduğunu müəyyən edin. Biz buna baxaq və baxaq ki, gündüz uzunluğu harada çoxdur. Gündüz uzunluğu cənubda çoxdur. Gündüz uzunluğu cənubda çoxdursa, günəşin zenitdə olduğu məntəqə 23,5 cənub endarəsi. Cənub tropiki. Buradadır. Çünki gündüz uzunluğu daha çoxdur. Deyir ki, düşmə bucağı 60 dərəcədən böyük olduğunu müəyyən edin. Günəşin düşmə bucağı bərabərdir 60 dərəcə. Deməli, burada 60 dərəcə düsturumuzu yazaq. Günəşin düşmə bucağı bərabərdir. Deməli, günəşin düşmə bucağı 60 dərəcədən böyük. 60 dərəcədən bərabərdir. 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi deməli, plus minus günəşin zenitdə olduğu məntəqə. Günəşin zenitdə olduğu məntəqə məlum. 23,5 cənub endarəsi. Bu da 90. İndi bu 60 dərəcədən çox olmalıdır. Gəlin baxaq. 60 dərəcədən çox olması üçün deməli, günəşin düşmə bucağı bərabər. Birinci baxaq 5. 90 çıxılsın. 5 şimal endarəsi. 5 şimal fərqlidir. Toplayırıq. 23,5 cənub endarəsi. Çünki fərqlidir. 5-ün üstə 23,5 gələndə 28,5, 90-dan da 28,5 çıxanda 61,5. Demək, 60 dərəcədən çoxdur. Sonra 30 cənub endarəsi. 30 cənub endarəsini bura qoysaq, deməli, cənub endarəsi. Çıxırıq. İkisi də fərqlidir. Çıxanda 6,5, bu da, deməli, 60 dərəcədən çoxdur. 55 cənub endarəsi. 55 qoysaq, 23,5 çıxanda, deməli, 31,5, 90-dan da 31,5 çıxanda 58,5. Bu olmadı, 3 olmadı. 60-dan kiçikdir. Sonra 10 şimal endarəsi. 10 şimal qoyanda biri toplayırıq 33,5, o da eləyir 33,5, o da 56,5. Deməli, 10 da olmadı. Sonra 27 şimal endarəsi. 27 şimal endarəsi toplayırıq, yenə eləyir 50,5. O da olmur. 8 cənub endarəsi. 8 cənub endarəsi, deməli, 15. 15,5. 90-dan 5,5 çıxanda 74,5. Deməli, cavab 1, 2, 6. Şimal tropik xəttini şimal qütb dairəsində fərqləndirən xüsusiyyətlər. Şimal tropiki, şimal qütb dairəsi. Şimal tropiki keçir 23,5-dən. Deməli, şimal tropiki 23,5 şimal endarəsi. Şimal qütb dairəsi 66,5 şimal endarəsi. Şimal qütb dairəsi. Şimal tropikini şimal qütb dairəsindən fərqləndirən. Yəni, bunu bundan fərqləndirən. 1 dərəcə qoyulsuz uzunluğu Bakı şəhərinin yerləşdiyi paralelin 1 dərəcə qoyulsuz uzunluğundan daha çoxdur. Bakı yerləşir 40-da. Və biz dedik ki, ekvatorun qütbə doğru getsə 1 dərəcə qoyulsuz uzunluğu azalır. Paralelin dərəcəsi qiyməti azalır. Bu da yerin kürə şəklində olduğu üçün. O da deyir ki, 1 dərəcə qoyulsuz uzunluğu Bakı şəhərinin yerləşdiyi paralelin 1 dərəcə qoyulsuz uzunluğu daha çoxdur. Bəli, bundan daha çoxdur. Amma qütb dairəsi bundan azdır. Bir doğrudur, fərqləndirir. İşıqlanma qurşaqlarının sərhədini təşkil edir. Hər ikisi. Avrasiya, Afrika, Şimali Amerikada kəsişir. Deməli, Afrikanın şimal qütb dairəsi kəsişmir.
Amma deməli xəttini şimal tropik qütb dairəsini şimal tropikin deməli qütb dairəsindən fərqləndirir. Bəli, şimal tropik hər üçünü kəsir. Üçdə doğrudur. Günəş ildə bir dəfə zenitdə olur. Bəli, 22 iyunda. Günəş şüaları günorta vaxtı hər zaman üfüqün cənub tərəfindən günəş şüaları yox, 20 şimal tropikində bəzən düz üzərində zenitdə də olur. 90 dərəcədə olur. Ona görə həmişə cənubda olmaya da bilir, yəni. Bu da səhvdir. Deməli, cavab 1, 3, 4. Sxemasının doğru fikirləri müəyyən edin. Məntəqələri verilib, paralel və dərəcələrdir. Bir baxaq. C, D məntəqələr arasında ən qısa məsafə C ilə D. C, D arasındakı ən qısa məsafə Y ilə F. Y ilə F ən qısa məsafədən daha böyükdür. İkisi də paralellərinə baxaq. İkisi də paralel üzərində yerləşir. Biri 45-də yerləşir, biri 30-da yerləşir. 30-cu paraleldə yerləşir. Dərəcə fərqlərinə bax. C-dən D-yə gələndə 45 dərəcə, 0-dan 45-ə. Y-dən F-ə gələndə yenə 45 dərəcə. Bunların dərəcə fərqləri eyni deməli. İndi baxaq paralellərinə. Paralellərinə baxanda biz dedik ki, tropik, ekvatorun qütbə doğru getdikcə tropik paralellərin uzunluqlarının dərəcə qiyməti azalır. İndi Y 30-dadır, CD 45-dədir. Deyir, burada nə deyim? Ən qısa məsafə CD ən qısa məsafədən daha böyükdür. Əksinə, YF CD-dən böyük. Çünki YF 30-da yerləşir, CD 45-də yerləşir. Bu səhvdir. Günəş 15 şimal enliyində zenitdə olanda, yəni burada olanda, zenitdə olanda ND, ND, D, bir də N. Məntəqələrin eyni bucaq düşür. Mümkün deyil. Əgər Günəş 15 şimal endarəsi, 15 burada, üzr istəyirəm. Burada olanda deyir ki, D, bir də N-ə, burada zenitdədirsə, gəlin bunlar arasında dərəcə fərqində. Buradan N-yə gələndə 0, 15, 30 dərəcə. Buradan bura kimi 30 dərəcə. Buradan da D-yə gələndə 30 dərəcə. Deməli, doğrudur. 2 doğrudur. AB, əgər zenitdə olan məntəqələr eyni bucaq fərq varsa, yəni aralarında bucaq fərqi eynidirsə, bunların düşmə bucaqları da eynidir. AB məntəqələrinin gündüz uzunluğu AB məntəqələrinin gündüz uzunluğu il ərzində digər məntəqələr müqayisədə daha çox dəyişir. Bəli, qütbə daha yaxındır. 60 paraleldə yerləşir. Doğru. KL məntəqələrinə, K bir də L məntəqələrinin günəş şüaları günorta vaxtı il boyu 90 dərəcə uzaqlığında düşür. Xeyr, bu ekvatorda il boyu yox. İl boyu deyil. İl boyu 90, ekvator il boyunda 90 dərəcə uzaqlığında düşmür. Bu da səhvdir. Enlik üzrə deməli C 21 mart 23 sentyabrda düşür. Enlik üzrə CD məntəqələri enlik üzrə 45-ci enlikdə 45 şimal dərəcə. Məntəqələr arasında dərəcə qiyməti AB məntəqələr dərəcə qiymətinə bərabərdir. Enlik üzrə. Deməli, dərəcə qiyməti C ilə D. C ilə D arasında fərq 45, 0-dan 45-ə. Biri 0-da, biri 45-də yerləşir uzunluqda. AB, A yerləşir 30, bu da B 15. Fərqli yarımkürələrdir. Bunlar arasında dərəcə fərqi də 45 dərəcədir. Bu da doğrudur. MN məntəqələrinə Günəş məntəqələrini Günəş il boyu günorta vaxtı üfüqün şimal tərəfində görünür. Yanlışdır. Cənuba keçdikcə Günəş 20.5 cənub endarəsinə keçəndə ondan cənubda görünür. Bu da yanlışdır. Cavab 2, 3, 5.